Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün asan və tez başa gələn, soba istifadə etmədən çox dadlı şirniyyat hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Tort bişirəndə arada olur ki, kremimdən artıq qalır və artıq qalanda da bu formada şirniyyat hazırlayıram. Bir paçka ülker peçenyası almışam. Bunu əzərək, ovuntu halına gətirərək kremin içərisinə əlavə edirəm. Miqdarını deyə bilməyəcəm, çünki göz ayarı əlavə etmişəm hamısını. Biraz da qoz əlavə edirəm içərisinə, daha dadlı olsun deyə. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Qeyd edim ki, kremimiz zavarnoy kremdir, bişmə kremdir. Qozu da iri-iri doğrayaraq əlavə edirəm, əlimlə qırıram. Və bunları yaxşı-yaxşı qarışdırıram. Məndə kakaolu biskvitimin kənarlarından qalmışdı. Bunları da ovuntu halına gətirirəm. Bu da şirniyyatımıza lazım olacaq üzəri üçün. Artıq şirniyyatımız hazırdır. Dediyim kimi asan və tez başa gələn. Bunları yumurlayıram, top şəklinə gətirirəm və hazırladığım ovuntunun üzərinə əlavə edib bunu bu cürə şəkilləndirirəm. Mən də tort bişirəndə, kremdən artıq qalanda mən bu formada şirniyyat hazırlayıram. Bəs siz necə? Siz nə edirsiniz krem artıq qalanda? Bunu yorumlarda yazsaz yaxşı olar. Bu da bizim möhtəşəm görüntüsü olan, möhtəşəm dadı olan, asan və tez başa gələn, soba istifadə etmədən şirniyyatımız hazır oldu. Adını bilmirəm necə qoyum. Amma ki, inanın ki, çox dadlı, ləzzətli bir şirniyyat alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allaha əmanət olun.